bizim qrup yoldaşlarımız da vardı, səndən paralel qruplarda gördük ki, onlar məsələn 180-200 yığırlar. Ümumiyyətlə sən düşünürsən, məncə belə bir şey var da, yəni hər tələbə 300 bal yığa biləcək deyə bir şey yoxdur və yaxud da ki 270 yığacaq, 290 yığacaq deyə bir şey yoxdur. Hər tələbənin bir maksimumu var. Yəni yığa biləcəyi bir bal var. Mütləq şərt deyil ki, bir adam gəlib 6 ay hazırlığa, demək ki o 275 bal yığmalıdır. Mən də düşünürəm ki, yəni orada şagird hazırlığa gəlməmişdən də əvvəl məktəbin seçilən şagirdlərindən olmalıdır, mütəmadi olaraq oxumalıdır. Hərdən valideynlərdə bir səhv yanaşma var. Bizim uşağı hazırlığa göndərdik, niyə filan kəs 270-280 bal yığdı, mənim övladım niyə 150 yığır? Amma ona başa sala bilmirik ki, 150 bal həmin tələbə üçün əslində maksimaldır. Çünki 6 aylıq bir period böyük bir period deyil. Yəni nəzərə alsaq ki, biz həmin müddət ərzində 5, 6, 7, 8, 9 sinifin hazırlıqlarını keçirik, amma tələbədən biz bunu 6 ay yükləməyə çalışdıq. Hansı ki, bu 8 il ərzində məktəbdə yatıb, indi gəlir maksimal bal istəyir. Yəni o biraz qəribə, çətindir. Əlbəttə ki, mümkünsüz kimi bir şeydir. Yəni ona görə məktəb bazası düzəlsin önəmlidir.